Salam, hörmətli izləyicilərimiz, xoş gördük sizləri. Masazır qəsəbəsi 6 nömrəli məktəb ərazisinə yaxın bir yerdə qəşəng belə 2 sot yarımda 2 mərtəbə 4 otaq həyət evimiz çıxıb satışa. Həyətini görürsünüz, həyətinə rahat 4-5 maşın daxil olur. Böyük həyəti var, qazı, işığı, suyu əsas odur. Kupçası var, ağac güləşmək üçün yerlərimiz mövcuddur. Həyətin ön və yan hissələrinə keçmək olur. Həm buradan, həm yan hissədən sağ-sol tərəfdən keçmək olur. Qoşa monolit sifkalı evdir. İkinci və birinci mərtəbə arası monolit beton əsas odur. Evin kupçası var. Qiymət çox sərfəlidir. Bugünkü bazar qiymətinə belə evlərin adətən qiyməti 140-150 min arası olur. Amma bu ev isə təcili olaraq 121 min manatdan satışa çıxıb real müştərilərə endirim cüzi olunacaq. Kupçası var, qeydiyyatda heç kim yoxdur. Çünki satışda ev sahibi kupçanın vergisini, rüsumunu ödəyəcək bu qiymətdən çıxıb cüzi endirim onun üçündür sadəcə. Və balkon hissəmiz var, 2 ilə 1 arası. Monolit beton, həyət geniş, qəşəng şəbəkə formasında pəncərələr, super. 5 daş kürsülü gördüyünüz kimi evin içinə daxil oluruq. Evin içi giriş isə mətbəx və sanitar qovşaq hissəmiz döşəmədən isitməli. Pilləkanın altında qardırob hissə var. Kladovka kimi istifadə eləmək olur. Kombi sistemi bax buradadır. Bayırda da var, burada da var kollektor sistemi. Sanitar qovşaq hissəmiz 4 kvadrat qəşəng yeri döşəmədən isitmə və kupçalı ev. İlk olaraq salona daxil olaq. Salonumuz bax bu vəziyyətdə genişdir. Çox geniş. Təzə təmirdən çıxıb 1 ildə alınıb və yaşayış olunur. Özləri öz sifarişlə tikdirilən bir evdir. 4 tərəfdə qoşa daş, qəşəng formada qapılarımız bahalı. Mətbəxdə daxil olduq. Mətbəximizdə çox geniş formada qaz xəttinə kimi, su, kanalizasiya xəttinə kimi çəkilib. Demək olur ki, evin qaz, su, işıq sayğacı var. İşıq sayğacı yoxdur, onu da ev sahibi ilə razılaşıb 250-300 manat xərci var. Onu alıcı ilə satıcı arasında razılığa gəlmək olar. Ev sahibi də qoya bilər, siz alıcı özü də gətirib qoydura bilər. Mətbəx geniş, döşəmədən də isitməli. İkinci mərtəbəyə qalxaq. İkinci mərtəbədə 3 yataq otağı, balkon və sanitar qovşaq yerləşir. Bir daha xatırladıram, 2 sot yarımda evin də torpağında kupçası var. 120 kvadrat ev yaşayış sahəsindən ibarətdir. Qəşəng formada, gözəl. Balkon hissəmiz öz həyətinə baxır. Geniş foyesi var ikinci mərtəbənin. Qəşəng formadadır. Bu bir yataq otağımız. Hər otaqda görürsünüz fərqli divar kağızları. Bu da öz həyətinə baxan pəncərə. Heç bir qonşu bu evi narahat eləmir. Bu evdə heç bir qonşun narahat eləmir. Burada da böyük yataq otağımız var. İstilik sistemi, kombi, xətlər çəkilib. Sadəcə boş vəziyyətdədir. Burada da belə bir qəşəng geniş otağımız var. Evin də torpağında kupçası var. Hər an xatırladım ki, sizə ipotekası hazır olanlar videomuzu diqqətlə izləsin. Bax, burada da 4 kvadratlıqda, burada hətta 5 kvadratlıqda burada sanitar qovşaq hissəmiz var. Boş vəziyyətdədir. Evimiz boş vəziyyətdədir, hörmətli izləyicilərimiz. Amma çox gözəl evdir. 2 sot yarımda. Burada 1 sot torpağın qiyməti 18-20 min arasıdır. Mərtəbə arası monolit beton, keyfiyyətli formada ev sahibi öz sifarişi ilə, öz büdcəsi hesabına bu evi inşa elətdirib. Təcili olaraq 121 min manata satışa çıxıb real müştərilərə endirim olunacaq. Diqqətinizə və izlədiyiniz üçün təşəkkür edirəm.